müştərilərimdən biri MP3 saytı var idi. Azərbaycanın çox məşhur bir sayt idi. Biz belə dostlaşdıq. Gündən bir gün dedim ki, bəs sən bəlkə o MP3-ləri verəsən mənə, mən də bir dənə özümə belə sayt açım. O da hələ də indiyə qədər də dostuq. O da dedi ki, bəs mən illərlə 5 il bunu əlinə yükləmişəm, kataloqlaşdırmışam falan. Yəni o düzgün olmaz da mən sənə verim. Və o vaxtda yəni həqiqətən o çətin iş idi. Çünki internetin sürəti 50 kilobit saniyə idi. Onda 40 gigabayt mahnısı var. Yəni 40 gigabaytı 50 kilobitlə yükləmək üçün və sonra təzədən serverə atmaq üçün həqiqətən illər lazım idi. Dedim tamam. Amma fərqli bir yolla mən bir MP3 saytı açdım ki, mənim nə onu yükləməyimə ehtiyac yoxdur, nə toplamağıma ehtiyac yoxdur, nə kataloqunu qurmağıma ehtiyac yoxdur. Hər şey serverlərdə avtomatik şəkildə olur və sayt öz-özünə böyüyür. Yəni böyümə loopu deyirik də biz, growth loop. Onu orada yaratmışdım ki, 2012-ci ildə o saytın gündəlik 1 milyondan çox istifadəçisi var idi hər gün qlobal və kifayət qədər yaxşı pullar qazanırdı.